Uşaqlar, mən kalanı əvvəllər rəhli kalalar, ümumiyyətlə kalaları mən dipçək gülü bilirdim. Amma sizə bir şey açıqlayacağım, bir şey göstərəcəm. Dipçəkdəki kala ilə həyətə yerə basılan kalayı müzakirə edirəm. İndi gəlin mən sizə onları göstərim. Öncə dipçəkdəkini göstərəcəm. Baxın. Burada dipçəkdədir. Görün dipçəkdəki kala nə qədər zəif olur. Baxın, bu dipçəkdəki kaladır. Görürsünüz nə tər cansız və zəifdir. İndi yerdəki kalayı göstərəcəm. Məsələn, bunlar çiçəyi də zəif oldu bunun. İndi yerdəki kalanı göstərirəm sizə. Görün, yerə basılanda kala nə qədər qəşəng olur. Yəni, kalıyı alanda dipçəkdə saxlamayın. Kalıyı aldınızsa, həyətiniz varsa həyətə basırın. Baxın, bu da bax yerdəki kala. Sağlam. Sağlam yarpaqlar. Sağlam və çiçək. Buradan da sarı çiçək qoyur. O dipçəkdəki də çəhrayı kaladır. Amma çiçəyi kalaları bildiyiniz kalaları. Yaşıllığın içində də çox da bilinmir. Özdə hələ basaraq yerə basırmışam. Görün bunun yeri geniş olsa nə qədər yaxşı olar. Siz də həmişə kalıyı alanda yerə basırın həyətə. Qışda da üstə peyin tökün. Yarpağı quruyar qurusun, onsuz da yazda yenə düzəlir, qalxır, daha da çox çıxır, artır. Amma dipçəkdə kalıyı heç vaxt saxlamayın. Bunu mən sizə deyirəm. Güllər, ümumiyyətlə kalalar yerdə yaxşıdır. Bu da mənim kaktuslarımdır. Tumucuq qoxlar. Baxın, yerdəki kalalar nə qədər canlıdır, qəşəng. Bunlar da mənim Meksika petunyamdır. İstəyən olsa birini 3 manatdan satıram. Hətta çox gül alan olsa hədiyyə belə verərəm. O dərəcə yəni. Bu da mənim amaralesimdir. Bu da xiyardır da, gətirib. Burada bir iki yerində var idi. Bax. Güya mənə bar verəcək. Bunun elə bu boyda tağın gətirdiyi budur. Bəxtəvərə salım mənim. Ayrı heç nə gətirmir, belə qədər ona gətir. Yalanın həyətdə yer tutur. Amma onu sizə sübut eləmək istədim ki, yəni kalalar budur. Kala həyəti, yeri sevir. Budur, bax, yerdən də kökü göydəsə. Sapa sağlam çıxır. Özü biraz geç çıxdı, amma çıxdığına görə də dəyir. Abutulyonum, baxın. Bu güldən mən neçə dəfə aldım, dipçəkdə məhv oldu. Amma budur, baxın, indi görün nə qəşəkdir, abutulyonlar. Alanlar bilsinlər ki, abutulyonların yeri həyətdir. Bunlar həyət gülüdür. Bu da mənim kələbək gülüm. Türklər ona kələbək deyir. Bizdə bir başqa adı var idi, nəsə adını unutmuşam. Ümumiyyətlə, gülü yerə basırmaq yaxşıdır. Gül yerdə qəşəng. Bax, indi bunlar. Görürsünüz, yerdə nə gözəl böyüyükdə. Bax, dipçəkdə, ha. Bax, bunlar da dipçəkdədir. Bu harda, o harda. Yəni, gül yerdədir. Mənim belə gülüm də var. Sukulent kimə lazımdırsa, varımdır. Sukulentlərim var. Bu da 2 taiskimdir. Bu biri gülləri, görürsünüz, bax, mən bunu videosunda çəkmədim də. Mən bunu haradasa 2-3 gün bundan əvvəl dəyişdim. Nətər dəyişdim? Çürüntülər yığmışdım dipçəkdə. Mən sizə bir dəfə də onun videosunu çəkmişim. O çürüntüyü çürütdüm qabda. Dibinin torpağını çəkdim. O çürüntüyü tökdüm buna. Sonra da üstünə torpaq tökdüm, suladım. Buna bax, yəni 3 gün yoxdur, 3 yarpaq qoyur. Sonra bunun özü, yarpağı yox idi, pis gündə idi. Bu da bax, bu da yarpaq qoyur. Çürüntünün gülə xeyri var. Sonra bunun özü. Yəni, bir qabda çürüdüm. Çürüntü də nədir? Meyvə qabığı, kartof qabığı, yumurta qabığı. Əlinizə nə keçdi, hamısını bir qabda çürüdüm. Mən belə qablara yığıram. Bax, indi hal-hazırda burada da var. Bax, burada həmən çürüntü yığıb, üstə torpaq döymüşəm, su döymüşəm, yenə çürüyür orada. Belə qablarda yığıram, çürüdürəm, sonra 2 gün, 3 gün üstə suyu tökürəm. Belə pis iyi gəlir, çürüyür da. Ona tökürəm ona. Onların ən gözəl vitamini odur. Onu da biləsiniz. Bütün güllərim onu. Məndən alanlar deyir, sən neyinirəm? Deyirəm, mən bahalı gübrəyə pul vermirəm. Ritqi hallarda azot zat belə şey alaram. Amma bahalı gübrələr sınamışam, heç birinin xeyri yox.
alanda eləyəndə evdə özünüz hazırlayın. Nədir bax, o kartof qabığıdır, banan qabığıdır, soğan qabığıdır. Əlinizdə nə keçir, yumurta qabığı, əlinizdə nə qırıntı çıxırsa, hətta yeməyin artığı belə olsun. Nə çıxırsa, hamısını bir qabda yığırsınız, üstə torpağı tökürsünüz, torpağa qarışır, çüründü olur və güllərinizin dibinə. Gülləri qabdan bir şərtini çıxartmadan. Üst torpağını alırsınız, üst qarxını torpaqları. Ondan sonra həmən çürüntüyü tökürsünüz gülün dibinə, sonra aldığınız torpağı yerinə tökür, yaxşıca suluyursunuz və salam. Gerisinə baxın, görün nə qədər haqlıyım. Bax, bu da mənim gerberalarım. Çox adam gerberasına baxan zəifdir, pis gündər. Amma mən bu gerberanı, baxın, bax. Hələ bunu dibindən çıxardıb yeri də bastırmışam. Gerberanı alanda bu gerbera lap ölü vay idi. Əslində bunlar 10 manatdır, mən ucuz qiymətə aldım. Çünki oğlan deyirdi, məhv olmuş gedir. İstəyirsən heç pul vermə. Mən amma pul verdim. Kimsə haqqına girmək istəmədim, özdə yaxşı pul verdim. Gətirdim, çünki gözümə də güvənim var ki, mən bir gül aldımsa öldürmürəm. Baxın, həmən çürüntüdə basırmışam, baxın, yarpaqlar nə qədər canlı və gözəl. Bu da çiçək. Bir yandan qopardıram, dərirəm, amma bir yandan da özü çiçəklər quluyur. Sonra bu kitayskiləri çürüntüyə bastırmışam. Bunları. Bu biri gerberanı. Bu da ölü vay idi, qırmızı rəngdə açandı. Bunu da gəlin, özə sizə bir şey məsləhət edeyim. Gerberalar heç vaxt gün istisində gün altına qoymuyor. Onlar istiyə dözmürlər. Qış aylarında gün altına qoya bilərsiniz. Amma gün hava isti oldu. Mən çəkdim kölgəyə, gördüm ki, nəsə gün istisi onları yaxşı elədir. Sonra bu biri güllər. Mən ümumiyyətlə güllərin hamısını qırıntıya basdım. Sonra bu, mənə qonşu verib bunu. Zəif cılız bir şeydir. Daha harası yarpağı baba bizə belənə bir dənə yarpağı vardı. Perlit torpaqdır, torf daha doğrusu. O perlit torfu mən nə elədim? İçinə yumurta qabığı qatdım, onun içinə elə basırdım. Belə. Kimin nə sualları varsa mənə yaza bilər. Mən də sevə-sevə sizin suallarınızı cavablandıra bilərəm. Baxın, Meksika petuniası, yenə deyirəm, 3 manatdır qiyməti. Çox alan olsa endirim də eləyərəm. Hələ çox güllərimi də alan olsa hədiyyə də verə bilərəm. Görürsünüz nə qəşəng, çiçəklərim də hamısı çiçəklidir. Çünki niyə mən güllərimə qəşəng bulurum. Dediyim kimi, yalnız çürüntüdən onlara gübrə hazırlayıram. Fiksumun özü, indi o çürüntüləri yığıram. Bu fiks gülümə torpağına verəcəm. Dibindən çıxardacağım torpağını, həmən onları tökəcəm dibinə, sonra da torpağını töküb qəşəng soyuyacağım. Bu gülümün özünü belə, hamısını bu gördüklərinizi çürüntünün içine basırmışam, baxın. Bax, çiçəkliyir, baxın orada da çiçək. Bunun özünü də çürüntüyə bastırmışam. Dibindən çıxan sarmaşıqlardır. Bunun özünü də çürüntüyə bastırmışam. Mən güllərimə yenə deyirəm, yaxşı qulluq edirəm. Bu da mənim lavantamda. Hamısına gündə də 2 dəfə sulayıram. Begonvili ora bastırdım. Yaxşıdır vəziyyətidir. Güllərimin hamısı görürsünüz nətərdir. Sizə də məsləhət görürəm. Güllərinizə qulluq eləmək istəyirsinizsə, yaxşı olmağını istəyirsinizsə, əlinizdən çıxan çürüntüləri atmayın. Dəyərləndirin. Baxın, gülümün yarpağına bax, çünki torpağı mümbüddür, əladır. Bu da sarmaşıq gülümdür. Hayviyə sarı gedir. Hayvan da budamışıq, şükür. Həmişəki kimi hayvanımız da qəşəng. Bağlı bağatlıdır. Bu da üzümlərimiz. Baxın. Göydaş küt vurmaq lazımdır. Bu selefan torbalardakı astıqlarım hamısı fiyalkalardır. Fiyalkalarda hamısını dibindən puçur verib, artırıb basırmışam. Sonra belə sukulentim var. Baxın. Sukulent kimə lazımdırsa var məndə. Belə kaktusum var. Bu da Meksika petuniyamdır. Meksika petuniya deyirəm, potos sarmaşığı. Gün çaşmışam. Sonra bunun dibində uyku yoncası deyirlər, nə deyirlər, hər gülümün dibində var, belə açır. Cəmatda ağacandı, məndəki rəhil açan. Bu da pul gülü, xırda yarpaqlısıdır. Bu
Bunlar da amaralislərdi. Bunları bilmirəm. Bunları atmışdılar. Mən zibil atmağa gedəndə gördüm ki, bunları atıblar. Bunu mən də götürdüm, gətirdim. İndi bilmirəm nə rəngdə amaralis. Mənim özümdə qırmızı ilə o bayaq göstərdiyim rəng. O rəngdə çana var, amma bunlar bilmirəm. Gətirdim belə dipçəyə bastırdım, böyük dipçəyə. Heç birindən ayırmadım. İnşallah bəlkə gələcəkdə ayıram. Allah qismət eləsin. Bu mənim bənövşəyə yarpaqlı sarmaşığım hətta açıqdır da. Onu yenə sizə deyirəm ki, kimin yenə nə suallar var, mənə mesaj yerinə yazsın. Bu gülün belə çiçəyini bilirsiniz niyə alıram? Bu qurumuş çiçəklərdir. Bunların qurumuş çiçəyini alanda çiçəyi artır. Sonra belə deşikli yarpağını alın, bəlkə ola bilsin arxasında qurtsaq olar. Belə alanda artır, çox çiçək açır. Baxın, qəşəkdirlər. Ağ rəngdə olan. Məndə 3 rəngi var. Biri belə ağdır, biri belədir, biri də belədir. Mən bu gülüm elə gözəl idi, videolarını çəkmişəm. Oğluma hədiyyə aldım. Gülüm nəzərə gəldi, siz nəzərə bilmirəm, inanırsınız. Nəzərə gəldi, bu günə düşdü. Başını təzdən qırdım belə, başı da orada bitkindi. Təzdən puçurlar qoydu. Vallahi, nəzər deyilən bir şey var. Gələn deyirdi, nə gözəl güldü, nə gözəl güldü. Gülüm qaldı yaman günə. Sonra belə açdım, daşdım, gülüm də var. Deyə açıb. Yəni, kimin nə fikri, nə istəyi varsa, yazsınlar. Burada da var, baxın, bunlar hamısı belə gözəl olmağının səbəbi mən gübrə işlətmirəm. Yenə deyirəm sizə, bu da mənim öz filodendronumda. Bu güllərdən də varımdır. Bu da filodendron, sarmaşıq filodendron. Bunu da dibindən balasını ayırdım. O mənim hədiyyəmdir, amma bunu inşallah böyüdüb satarım. Bu amma satışlarda, bu da satışlarda, bunlar da satışlarda. İstəyənlər yaza bilər. Belə güllərim də var yenə. Kalanxoyələrim var. Böyümə aşamasındadır, qoyun bu çiçəklərini də alım. Bunlar da begoniyalarım, nəsə yaman günə qaldılar. Mənim günahımda ağlım piyalkalara getdi, selafan torbalarda asını pis oldular. Yaxşı idilər yoxsa. Amma düzələcək köklər durur. Belə işlər. Yəni, bunlar da mənim öz evdəki güllərim. Öz güllərimi çıxartmamışam. Bir dənə çıxartdığım odur, bir də oradakı xarab olan. Bunlar da mənim öz güllərim. Amma bunları istəyən olsa birini 5 manatdan satıram. İstəyən olsa, çünki mənim özümdə çoxdur. Bu mənim amma özümünkidir, bu da özümünkidir. Bu da mənim alakaziyamdır. Onu da yenə oraya qoydum, pis oldu, yerini dəyişdim, təzdən qaytardım, gətirdim. Bunlar da suya qoyduğum güllərdir. Bunlar da yenə fiyalkada çiçək açır. O birlər də yenə dollar gülüdür. İndi oyları mən sizə göstərim. Görün nətər güllərdir. Fiyalkalarım. Bunlar dollar gülüdür. Biri 5 manatadır. Satışdadır. Bunlar da fiyalkalarımdır. Çiçək devri keçir. Amma yenə buradan tomurcuq da qoy, tomurcuq gəlir. Həm böyüyür, həm çiçək. Çünki niyə dediyim kimi qırıntının içine basırmışam. Bunlar hamısı banan qabığında, yumurta qabığında. Sonra canım sizə desin, bunlar. Buradan mən elə biləm çiçək devri keçir, amma tomurcuqlar qoyur. Bu da belə gözəl çiçəklər açır. Bunlar satışdadır. Amma bunlar mənim özümə aiddir. Bu da özümə aiddir. Yəni istəyənlər fikrini bildirsinlər, yazsınlar mənə. Mən də güllərimi haqqında sizə məlumat verim. Bilmədiklərinizi soruşub öyrənə bilərsiniz. İnanın ki, mən 20 ildir sırf bu işlə məşğul olum. 20 ildən çoxdur. Adasa deyim də nə qədər vaxtda. 2001-dən, 2002-dən öz evim olandan sonra mən bu gülü evdə gül saxlamağa başladım. Çünki vaxt əvvəllər kirədə qalırdım. Öz evim yox idi. Amma indi şükür Allaha öz evim 2000-ci ildə öz evimi aldım. 2001-də, 2002-də başladım belə güllərlə məşğul olmağa. İnanın, həm də adama rahatlıq gətirir. Bunların rahatlığı, o torpağa əlini vurursan, o gülləri əkirsən, özünü nə qədər gözəl istəyirsən. Bütün hirsin, sinirin, stresin
Hamısını elə bir səndən torpağa alır aparır. Sizə də məsləhətdir ki, belə qəşəng güllər əkin. Vaxtınızın çoxunu bununla keçirin. Güllə, çiçəklə. Sizə gözəl güllü, çiçəkli günlər arzulayıram. Sağ olun.